Növbəti sualda bacı sual verir, deyir ki, yoldaşım namaz qılmır. Amma Ramazan ayında oruç tutur. Hər şeyi bilməyinə rəğmən yenə də namaz qılmır. Deyir ki, içki içirəm, içki içdiyim halda fikrim yayınır, sərxoş oluram, belə halda namaz qıla bilmərəm. Mən ona deyirəm ki, qəlblər yalnız Allahı zikr etmək ilə rahatlıq tapır. O isə cavab verir ki, mən içkini ata bilmirəm. Mən necə edim ki, o namaza yaxınlaşsın, namaz qılsın, içkidən əl çəksin? Deməli, əziz bacım, davamlı olaraq, hətta gündəlik olaraq, mülayim şəkildə, hikmətlə ona xatırladın ki, içki içənə Allah tərəfindən lənət gəlir. Peyğəmbər sallallahu aleyhi ve sellem bunu bizə xəbərdar edib ki, içki içənə Allah lənət edir. Bu çox qorxuludur. Lənət nədir? Allah öz rəhmətindən qovur insanı. Bu çox qorxuludur. Bunu xatırladın ona. İçki içən qiyamət günü öz cəzasını alacaq. Cəhənnəmdə öz cəzasını alacaq. Bu da çox qorxuludur. Bununla onu qorxudun, yəni Allahdan qorxsun. Əgər davam edərsə artıq onun məsuliyyəti sizin boynunuzdan düşəcək. Buna görə siz sorğu-sual olmayacaqsınız. Ondan əlavə də namazlarda, səzdədə, xüsusilə də gecə namazına qalxıb, səzdədə Allaha dua edin ki, Allah onu bu murdar əməldən uzaqlaşdırsın və yenidən namaz qılmağa, Allaha ibadət etməyə yaxınlaşdırsın.